Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində sabaha olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Bugün 10 iyun tarixidir və Hidrometeorologiya Xidməti iyun ayının 11-nə olan hava haqqında məlumatı diqqətinizə çatdırır. Belə ki, Azərbaycanda iyunun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti ilə bağlı gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22 dərəcə isti, gündüz isə 27-32 dərəcə isti olacağı bildirilir. Azərbaycanın əksər rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturuna gəlincə, havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacağı proqnozlaşdırılır. Tağlarda isə gecə 8-13 dərəcə isti, gündüz isə 15-22 dərəcə, 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.